Salam hörmətli izləyicilər, sabahınız xeyirli olsun. İyun ayının 16-sında nəhayət ki tut çırpınına başlamaq istəyirik. Bir dəfə tutların dibini biçmişdim. Yenə ot çıxmışdı, yenə dırdırımla gəldim. Leskası ilə balaca otları da biçdim. Gördük, hava tutuldu. İşi təxirə salıb geçdik çırpmağa. Ayhan çıxacaq tuta, Ayhan papağı çıxart. Frizba atırsan mənə. İldən tutumuz böyüyür. Əvvəlki cecimlə tutun dibini örtə bilirdiksə, indi 4 dənə uzun cecim, 3 dənə də yardımçı, 2 dənə. 6 cecimlə ancaq saxlamışıq tutun dibini. Çox möhkəm vurma. Möhkəm vurma. Tutun ikinci ya üçüncü çırpımıdır. Həssasdır bu tutlar. Küləyin gəlməyinə baxdı. Yavaş yavaş. Tutun üstündə bir şey qalmıyor. Mən silkələyəndə yağış kimi yorulduyurdu. Dolu kimi. Ayhan, çox silkələmə ehtiyac yoxdur. 4 dəfə, 5 dəfə rezonans verirsən, bəs eləyir. Davamlı silkələməylə elə bilirsən, çox tökürsən. Bir də ki, qanadın biraz yuxarı hissəsindən yeri ki, güc sala bilərsən. Məndən tut çırpaq gözləmə bu il. Sən çıxan yerə qədər anda çıxaram. 5 dənə rezonans. Yaxşı rezonanslı yanmır. Hansı qanatları çırpırsan yadda saxla ki, çırpılan budağa bir də çıxmayasın. Qazana yığıb araba ilə daşıyacaq həyətə. Yaxşı yetişsə, külə imkan versə, bu tutdan 5 qazan düşər. Hər qazanda 4 vedrə, 20 vedrə. Biraz şişirtdim deyəsən. 20 vedrə çox oldu. 12 vedrə düşər. Meyvələr ağacın üstündə yaydakı kimi qızarıb, ancaq elə dadları yoxdur. Tutu qurutsan da belə faydası yoxdur, heç qurumaz da, quruyanlar da cin-cin olar. Möhkəm Ayhan, rezonansı möhkəm. Ayağına. Bir dəqiqə başımı vurdum. Başımın üstünə vurdu. Ən dolu budaqdır. Bəs eləyək. Bəs ağartısını kəssin, əla. Günortadan sonra hava istinir, külək qalxır. Bu tutların bir dənəsi qalmaz, hafif küləyə belə. Tutun budaqlarının əhatə elədiyi ərazini hesablayıram Ayhan. Bu cezimlərin biri 10 metrdir. 10 metr bəs eləməyib, 2 metr də bu tərəfdən. 12 metr
5, 5, 10, o da 8. 18 metrdə belə. 18-12-yə vur. 180-216 kvadrat metrlik bir ərazini əhatə eləyir bizim bu tutumuz. Hələ 18 yaşları var, sən yaşladılar. Qurumasalar 10 ilə qanatları bir-birinə qovuşacaq. Eləmişəm ki, tutlar bir-birinə geçməsin qanatlar, qonşunun həyətinə getməsin, zezim aşmaq asan olsun. Bu silkimi Ayhanın çıxbağı məsləhətdir. Mən çıxsam daha möhkəm silkələyəcəm. Yetişmişləri ilə bərabər şallarını da tökəcəm. Bəlkə ayaqqabılarımı çıxardım. Yox, mümkün deyil. Çox ağrıdır. Başına gələn başmaqçı olur. Sürüşsə də başqasını tapıb geyərsən, ayaq yalın, qanatlar adamın ayağın əzir. Bir dənə qanadın üstünə belə çıxanmaz. Möhkəm iki qoşa qanatdan yapış, haça mənə tərəf. Birini o yandan, birini bu yandan. Rezonans ver. Elə olmasın ki, bir də mən çıxım. Gücün yetmir. Çox zəifsən. Hələ sən çox zəifsən. Sənə güclənmək yaraşır. Ayağın altına bir dənə zərbə. Mən silkələməklə yanaşı ayaq zərbələrindən daha çox istifadə edirəm. 5 dəfə silkələyəcəyimə bir dənə zərbə vururam ayağımla. Tut çırpanın gərək rastyaşkası, şpaqatı açıq olsun. Mənim rastyaşkamın açılmağına bir barmaq qalmışdı. Brusli kimi durduğum yerdən bütün qanatlar ayağımın altı ilə, üstü ilə, yanı ilə budayırdım. Mən 3 qazan tut deyirdim, heç 2 qazan da tökənməyəsin. Bax, mənə tərəf olan qanat tam doludur, ən dolusu da budur. Anidən elə zərbə rezonans elə ki, tut dolu kimi tökülsün cezimə. Ora nə deyir? Ora qanadına yenəsən, ayaqlarına yenəsən. Biraz da önə get. 2.50 möhkəm yapış. Hadi rezonans. Bu dəfə dolu kimi yağdırdım. Bu da doludan sonraki yağış. Bəs eləyər. Ayağın altındakına da bir zərbə. Elə bir proqram yazmalısan ki, sən tuta çıxanda sənə komandalar versin. Hansı qanada çıxdın, çıxmadın, onu hansı şiddətindən silkələməlisən. Bəzən ayağın altındakı qanatlara çox ağırlıq salma. Tut ağacı tez ayrılır. Düşərsən. Yoxsa düşmənsən. Tərpət, tərpət. Tut çırpaqdan bezənlər qarqış eləyirlər tut ağacına. Allah sənə deyir, ağartığı kəssin. 3 gündən bir gözü ağardırsan, çox çətin işdir. İndi biraz asandır. Bizim tutlarımız düzəngah yerdədir. Cezimlərimiz var. Bir cezim 4 nəfərdə. Hər cezimin bir qulağından tutan lazım idi. Bir nəfər çırpıncı, biri toplayan, eşyayla yükləyib evə aparan. Bizim həm evimizə yaxındır. Ləvazimatlarımız var, qab-qaşığımız var.
Möhkəm sürüşür ayaqqabı. Bəzən də tut ayaq altında əzilir. Onun şirəsi daha da sürüşdürür. Həmin vaxt ayağın altını sürt başqa tərəfə təmizlənsin, başqa qanada. Sən neynədin ay Lalif? Ne çıkardıksa rahat oldu, çıxamır. Gəl yaxşı, sonraya saxlayasın. Mən bir də çıxmalı olacam. Gəl, mən çıxma qanatları da hafifcə yerliyim, düşüm, düş gəl. Düşmən. Bu qanada mən sətinliklə çıxırdım. Başın üstündəki qanat həmişə mani olur. Adamın kürəyinə ilişir, köynəyin cırır. Möhkəm. Bax möhkəm. Səni bu il qüvvətləndirməliyik. Tut ağac haqqında mahnı da bilirsən? Qırıldı. Tut ağacı boyunca. Nə qırıldı? Yaxşıdır, kəsin ağartsın. Ayaqqabını çıxartmışsan, gördüm. Ayhan, elə təkən vermə. Rezonans başqadır, sən güclü təkən verirsən, ayaqqabını çıxartıb qoyduğun yerdən ayrılar gələrsən yerə. Qısa amplituda kəskin rezonans yarat. Qısa amplituda. Sən geniş amplituda yaradırsan, qanad ayrıla bilər. Rezonans olmaq üstündəkinə tezlik eyni. Tezlik, qısa amplituda mən tezliyi nəzərdə tuturam ki, tezlik çox olsun. Ancaq kəskin yerləməyəsən də qanadı. Hop, yerləş görüm əlindəki. 2.50, 1.50 yox. Bu başqa məsələ, tez-tez. Əla. Başardın. Gətdə sənin baban qədər tut silkən adam olmayıb. Çox qüvvətliymiş. Tutun ortasına çıxıb elə silkəliyirmiş ki, meyvə dolu kimi tökülürmüş deyəcimə. Özdə ən hündür ağaçlar, bu ağaçlar nədir ki, 100 yaşı olan ağaçlara çıxıb, Məşdəl Abbas babancının həyətindən çıxıb bir tuta, heç kim çıxa bilmiş. Deyirmiş ki, Biləvdə evləri görürəm. Aşağı tərəfdən görünmürmüş. İndi sən də bu ilə qədər tut çırpalasan ki, Rəcəb babanın rekordların təzəliyəsi. Ancaq mənim rekordumu təzələmədə, neçə dəfə düşmüşəm. Yerə düşməmişəm. Pişik kimi heç vaxt kürəyi üstə düşmürəm. Qanatdan düşsəm də o bir qanatdan tutub dayanmışam. Sən yaşlı olanda olub bu hadisələr. Ondan sonra diqqətli olmuşam, tədbirli olmuşam. Hələ təkdəki qanatları da çırpalısan. İstəyirsən ki, mən davam eləyim. Asan yerlər mənə qaldı. Yavaş-yavaş gəl, mənim ayaqqabım müsait də deyil, sürütləmədir, yenə fərq eləməz. Sənə dedim ki, bir pilləkan düzəlt bu tuta, rahat çıxaq. İndi mən qoca adam, nəyə də çıxacam o tuta? Əvvəlki vaxtım deyil ki, qaça-qaça 2 metr məsafəni tullanım. Bir qanatdan yapışıb padion perivara deliyib o biri qanada çıx. Gəl mənə də bir şey qalsın. O biri tut da özümü sınamaq istəyirdim. Baxdım ki, yaxşı çırpmadın. 2 gündən sonra yenə gözün ağardacaq. Heç olmasa bir həftə sürsün. 2 çırpım arasındakı zaman. İndi ayaqları elə yerə qoy ki, tutları əzməyəsin. Dediyim icazə var? Bəli. Neçəndir dubul? O ayaqqabım yaxşı olsaydı,
Qasa gələrsən. Bir dənə belə tullana. Ondan sonra çıxarır bura. Şap. Gördün? İndi sən çıxdığın qanatlardan nə qədər çıxırsan bax. Güzeldir. Mən baş elədiyim rezonans budur bax. Bu da qımçalara da vurursun. Bir dənə də bu. Bura vurdum. 1, 2, 3, 4. İndi buna bax. 5. Sən çıxdığın qanat budur. Gör nə qədər çəkir. Şimdi geldi. Az olsa üstünden seyretmişsin. Yürütme yok. Yine kulağa. Şimdi tutar çıkmıyor zaman. Bana mecbur elədim. Ayakkabını da çeksin tutsun. Bir kan görüldü. Bəli. Doğru. Kulak asmayın. Gördün tutuyor da sırtını. Bəli. Daha iyi oldu mu? Bəli. Buna da ihtiyaç var. Profesyonel tut sırpan Ayhan Səfərov. Mən çırpacaydım sən nəyə bax? Qənayım qazanmaq o. Bəli. Şimdi qanatlarım gəldi. Şollu zatlı çırpır ama değil. Yoruldu ve çok yoruldu. Allah sen çok sağ ol. Silahı götür. Ben satqın değilim Şərbala. Bıy. Niye satqın olsun? Başa düşmürdü. İndi başa düşmürdü. Tamam mı? Ayhan yoruldum.
Hələ bu il birinci tutda çırpıram. Hər dəfəsində 10 tut çırpsam, tut soğuşana qədər forma düşəcəm. Gəl çırpdığın tutlardan da ye. Can gəlsin cana. Bu bir tutun qanadıdır, gəlir bu tərəfə. Bunu da yavaşca yerləyə bilərsən. Çünki otda cezim var. Yer görə şirinliyi var. Bir yersən 5-5. 20. Ye. Kulağa giren de yiyeyim. Düz yolla çıxıb gedəcək. Tuttu doyana qədər avuçlayıb yemək lazımdır. Doyandan sonra bir saplağından. Bir dənəsini də doyandan sonraya göstər. Saplağından tutmalısan. Saplağını qırıb atmalısan. Doyana qədər fərq eləmir. Para bizənli, çörrü, çöplü. Necə gəldi ye. Ahəngə hava tutulubdur. Üçün çırpsaq, ikisini də dibinə cezimləri açıb, saxlayıb, yeyib, bir çay içib, gəlib onları da çırpsaq, işimiz işdir. Yavaş-yavaş. Əsasən, baban işlənirdi ki, tutub çırpırdıq cezimə. Biz uşaqlar toplayanda nə qədər tökürdük yeri. Haqlı yeri əsəbləşirdilər. Biz də vururdıq qulaq ardına. Sən də onlardan, bizdən yəni olma. Toplayacaqsın. Bir tərəfindən də mən tutum yavaş-yavaş. Şimdi bu tərəfi yığdınsa, ki o bir tərəfi çək gəlsin ki. Üst-üstə çox qalanda əzir. Suyu süzür. Bizə tutun nəyə lazımdır? Şirə qarışıq suyu. Elə tutulur. İki cür cezimlərimiz var. Həm parçadan, həm də ki belə şıqqıldayan polietilender yəni. Topladıq. Qoy bir avuçlama yeyib. Dadım biləcəm. Çox artlamaq ehtiyacı yoxdur. Bir dənə sarfasını çıxadıram. Qalanı getdi. Şirinmiş. Sudan dadlıdır. Sağ ol Ayhan. Sağ olun. Kömək elədin, tut heç olmasa biraz çırpdın, yüngülləşdirdin. O bilər sənlikdir. Mən nümunə göstərmək üçün bir dənəsini çırpdım. Sağ olun, hörmətli izləyicilər. Növbəti videolarda görüşərik. Tut yeməyə həvəsi olanlar buyursun. Bir ay davam edəcək hələ. Salamat qalın.